24 Mart 2025-ci il Azərbaycan Respublikası şəhid ailələri, əlilləri və müharibə veteranlarının müdafiəsi ictimai birliyi olaraq bugün Laçın rayonunun Seyrəngah adlanan hissəsindəyik. Şəhid atası Aşur müəllim. Aşur müəllim, bura hörmətli prezidentimizin Laçın ictimaiyyəti ilə görüşdüyü yerdir, Seyrəngah deyilən bir yerdir. İlk dəfə burada Laçın ictimaiyyətini qəbul edib və onlara göz aydınlıq verib, təbrik edib. Sizin də öz təəssüratlarınız burada. Mən çox xoşhal oldum. Çox belə həddindən artıq şadlandım ki, Laçın belə olur. Vələt müəllim. Laçın belə olarmış. Laçın Bakı deməkdir. Laçın Gəncə deməkdir. Laçın demək olar ki, Sumqayıt deməkdir. O tərzdə. Amma havası ilə suyun götürəndə dünyada belə analogu olmayan bir yerdir. Bəli, mən belə buranın ictimaiyyətini də alqışlayıram. Arz edirəm, möhkəm olsunlar yerlərində. Elə bir ki, hər yerimiz, bütün Azərbaycan, hər yeri belə çiçəklənsin. Bax, Ədalət müəllim bizim Laçınımızda doğulub, evləri də buradan görükür. Ədalət müəllim də ali təhsilli Laçınımızın bir nümayəndəsi kimi bugün görüşdük cəmiyyətin üzvləri ilə. Sizin də sözünüz bir kəlmə düşsün bizim çəkilişimizə. Laçınımıza xoş gəlmişsiniz. Allah bütün şəhidlərimizə rəhmət eləsin, qazilərimizə şəfa versin. Allah bütün veteranlarımızı qorusun, əsgərlərimizi qorusun. Xoş gəlmişsiniz. Sənət prezidentimiz başda olmaqla milli ordumuza minnətdarıq ki, bizə bu gözəl Qarabağımızı, belə bir yerləri bizə bəxş edib. Onların sayəsində biz Xankəndini, Şuşanı, Qubatlını, Zəngilanı, Cəbrayılı, bütünlükdə Qarabağımızı qarış-qarış gəlirik. Biz milli ordumuza xoşluyuq. Biz də ki, belə bəyəklə şəhidlərimizə rəhmət eləsin. Allah bütün veteranlarımızı qorusun. Xoş gəlmişsiniz. Çox sağ olun, var olun.